Vaxtınız xeyirli olsun değerli şagirdlər. Belə bir suala baxalım. Suala keçməzdən əvvəl sizə belə bir məlumatı xatırlatmaq istəyirdim ki, yay tətili müddətində 5-ci sinifdən 10-cu sinifə kimi yay dərslərimiz təşkil olunub. Dərslər haqqında məlumat əldə etmək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi keçək misalın izahına. Burada deyir ki, DBY 60 dərəcədir, bura 60 dərəcədir. Onda avtomatik bu qoyusun dərəcə ölçüsü 120 dərəcə olmalıdır. Deyir ki, DYF bura 50 dərəcədirsə, onda bu qoyusun dərəcə ölçüsü də 100 dərəcə olmalıdır. 100 ilə 120-ni toplasaq, elə 220, 360-dan 220 çıxsaq, onda bura 140 qalmalıdır. 140 dərəcə. Əgər bura 140 dərəcədirsə, biz bilirik ki, bu toxunanlar arasında qalan bu qoyusun dərəcə ölçüsü ilə toxunanlar arasındakı qalan bucağın dərəcə ölçüsü bizə həmişə 180 dərəcəni verməlidir və buradan x də bərabərdir 40 dərəcə B variantı. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.